Ağciyər xərçəngi dünyada ən çox rast gəlinən bədxəssəli şişlərdən biridir. Histopatolojik olaraq ağciyər xərçənginin bir neçə alt tipi vardır. İlk olaraq daha çox siqaret çəkən insanlarda rast gəlinən, daha aqressiv gedişat sərgiləyən, erkən metastaza meyillilik göstərən kiçik hüceyrəli ağciyər karsinomaları haqqında danışacağam. Mikroskop altında incələdikdə kiçik hüceyrəli ağciyər karsinomalarının hüceyrə morfologiyası, kiçik oval və ya yuvarlaq hüceyrələr, hiperxrom nüvələr, qeyri-müəyyən sitoplazma, yüksək mitotik aktivlik, nekroz və sıxılmış nüvələr, kraş artefaktı. İmmunohistokimyəvi olaraq kiçik hüceyrəli ağciyər karsinomasını təsdiqləmək üçün xromogranin A, sinaptofizin, CD56 və INSM1 markerləri istifadə olunur. Digər bir alt tip olan adenokarsinomaların hüceyrə morfologiyası asinar, papilyar, mikropapilyar, lipidik və solid böyümə paterni göstərən hüceyrə quruluşları, mukus ifrazı izlənə bilər. İmmunohistokimyəvi olaraq ağciyər adenokarsinomasını təsdiqləmək üçün TTF1, napsina markerlərindən istifadə olunur. Genetik müayinələrdə EGFR, KRAS, ALK, ROS1 mutasiyalarına tez-tez rast gəlinir. Lokalizasiya olaraq ağciyərin periferik hissəsində inkişaf edir. Yastı epiteli hüceyrəli karsinomaların hüceyrə morfologiyası, böyük və yaxşı diferensiasiya olmuş hüceyrələr, keratinizasiya, hüceyrələr arası körpülər, nisbətən daha az mitotik aktivlik. İmmunohistokimyəvi olaraq P40, CK56, P63 markerləri istifadə olunur. Lokalizasiya olaraq əsasən mərkəzi bronxlarda inkişaf edir. Böyük hüceyrəli karsinomaların mikroskopik görüntüsü isə adından göründüyü kimi böyük hüceyrələr, dəqiq seçilə bilən sitoplazma, atipik nüvələr, aydın nukleol. İmmunohistokimyəvi olaraq isə heterogen boyanma paterni göstərə bilər. Nəticə olaraq ağciyər xərçənginin patoloji alt tipləri müalicə və proqnoz baxımından mühüm əhəmiyyət kəsb edir.